Gülnare xanım, əziz dostlar, bugün burada olmaktan məmnunam. Burada çok işıklı insanlar yığışıblar, çünkü elə işıklı insanın ətrafına yığışıblar. Ümumiyyətlə, mən hesab edirəm ki, öz yaşını deyə bilən qadın çox cəsarətli qadındır. O qadın hətta yubileyini keçirirsə, bu 2 qat cəsarətli. Əslində bir məfhum var, deyirlər ki, güclü qadın məfhumu var, bunu tez-tez işlədirlər. Hər dəfə güclü qadın məfhumu eşidəndə mən narazılıq keçirirəm. Qadın güclü olmamalıdır. Onu məcburən biz zəif kişilər güclü eləyirik. Onlar bizim zəifliyimizdən güclü olurlar. Onlar zəif olmalıdırlar, biz güclü olmalıyıq. Amma həmişə çiynimizi onların işlərinin, onların özlərinin problemlərinin altına verə bilmədiyimizdən onlar güclü olurlar. Mən İlham xanımın bir sözün, bir fikrini oxudum, toxundu mənə. Dedi, mən dadıram göz yaşımı şirin-şirin. Nə qədər sən əziyyət çəkməlisən, nə qədər əziyyətlər, çətinliklər görməlisən ki, sənin öz göz yaşın sənə şirin gələr. Mən ümumiyyətlə insanların, yaradıcı insanların fərqi yoxdur, xanımdır ya bəydir. Həmişə bir insan olaraq və onun yaradıcı tərəfini bölürəm. Yəni, onun heç vaxt eyniləşdirməyəm. Yəni, insan gözəl keyfiyyətlərə malik ola bilər, amma yazıcı kimi zəif ola bilər və ya yazıcı kimi güclü ola bilər, şəxsi keyfiyyətləri zəif ola bilər. İlham xanım da nadir insanlardandır ki, o həm insan olaraq, həm yaradıcı bir şair olaraq, jurnalist olaraq özünü tanıda bilib, özünün yerini tapa bilib bu dünyada, xüsusən Sumqayıtda. Ona görə də onu tanımaqdan, onunla ünsiyyətdə olmaqdan fəxr edirəm. Onu Sumqayıt Dostlar Klubu adından, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura üzvləri adından ürəkdən təbrik edirəm. Ona yeni yubileyler arzu ederim. Çok sağ olun, teşekkür ederim. Çok sağ olun. Daha bir şehrimizin siyasi... Bugünləri doğum günü qeyd olunur, amma əsasən həm də onun kitabının təqdimatıdır. Mən uzun illərdir İlham xanımı tanıyıram, çox, bəlkə bir 30'a yaxındır. O ilk yaratılan başladığı dövrdən tanıyıram. Sözün doğrusu İlham xanım tək şairə deyil, tək yazıcı deyil, tək publisist deyil, həm də çox etibarlı dost. Bilirsiniz, uzun illərdir biz həmişə birbirimizə əlaqəmiz olub, xoş günümüz, pis günümüz hamısını bilmişik. Özü hər adamı Allah qismət eləməyib ki, dostluğu belə uzun müddətli saxlaya bilsin. Mən əlbəttə İlham xanım haqqında çox danışa bilərəm, onun çünki ədəbi yaradıcılığını, ondan sonra bədii yaradıcılığını, publistikasını, qəzetdə olan xidmətlərini, işlərini bilirəm. Amma təcrübələn deyirəm ki, bugün bu məclisdə oturanlar, İlham xanım, sənin yaxınlarındır, hamısıdır, əsərdə mən tanıyıram. Yəni, mənə bir sevindirdi, halbuki sənin xoş günündə hamısı sənin yanındadır. Çünki belə də olmalıdır. Bunu gələk qazanırsan, sən də bunu qazanmışsın. Sənə bir daha təbrik edirəm, İlham xanım. Gələcək yaradıcılıqda xoş, belə, indiki kimi sağlam, möhkəm, iradəli yaradıcılıq günləri arzu edirəm ki, sənin bədii ədəbiyyatda olan yaradıcılıq bundan da artıq olsun və kitabların sayı çox olsun. Məndə sizin bir neçə kitabınız var. Mən adətən kitabları birinci səhvəsindən oxuyuram. Axıra qədər. Hər dəfədə sizin yazılarınızı, şeirlərinizi, əsərlərinizi oxuyanda doğrusu elə bəsləyirəm ki, təzə oxuyuram, bir dəfədə oxuyuram. O elə deyil, çünki yaradıcılığın gözəlliyi də ondadır ki, hər hansı bir misra, hər hansı bir yazı təkrar oxunanda yeni kimi bilirsin. Bir daha təbrik edirəm. İlham xanım, sən ən xoş arzularımı bildirirəm, sən mənim üçün doğmadırsan. Mən həmişə demişəm, Allah ona rəhmət eləsin, onun da ədəbi mənə deyir ki, mənim qızımdan gözün olsun, müqayət olma. Eyni vəziyyətdə, eyni durumda
var həmişə. Minnətdaram. Təbrik edirəm bir də ən xoşlandığım. Doğru. Sağ ol. Hoş arzularını çatdırır və sizlərə həyatda və ədəbiyyatda yeni nailiyyətlər arzular. Siz inanırsınız ki, mən Qubadlıdaydım hazırda. Bir gün mütləq iştirak edərsiniz, mən deyə bilməyəcəm. Mən Qubadlıdan buram başını suyuna çatdırdım. Və eyni zamanda öz adımdan təbrik edirəm. Və ədəbiyyatda təbrik edirəm. Şərqi Zəngəzur Regional Jurnalistlər Təşkilatının üzvləri adına təbrik edirəm. Mən demək olar ki, sizləri bəlkə də bir ildə tanıyıram. Baxmayaraq ki, 30 il tanıyıram. Və Sumqayıta gələndə ilk dəfə mənim şeirlərimi Bağ İlhama xanım dərc edir. Bir daha minnətdaram. İlhama xanım, çox danışanlarım. Siz yaxşı insansınız, gözəl dostsunuz, etibarlısınız. Bir daha sizi təbrik edirəm. Və təkrar edim ki, Malik İsaqov boş arzuları seçin. Buyurun. Fəxri diplomla təltif olunur. 55 illik yubileyi və ədai mühitdə sənayevi fəaliyyətinə görə. Maaşlarının adında. Ne yakın duran hadi. Ha, şimdi... Zəhmət olmasın. Ben gül aşağı edeyim. Baka bırak. Ya. Ben düştüm galiba.